Salam dəyərli abituriyentlər. Bu gün dimin buraxış imtahanı keçirilmişdi. Hal-hazırda mən sürətli bir şəkildə qrammatika suallarını izah edəcəm. Çünki kitabçanı təzə belə deyim əldə eləmişəm şagirdlərdən. Mətnləri də oxuyub, yəni belə deyim də işləməyə biraz vaxt apardığına görə onu inşallah sağlıq olsun bir neçə saatdan sonra yəni yerləşdirəcəm. Hal-hazırda qrammatika suallarını sürətli bir şəkildə izahına başlayaq ki, şagirdlər rahat yoxlasınlar. Deməli, 31-ci sualda diqqət eləsək, bu şagirdin vərəqidir. Ola bilsin ki, burada bəzi suallar səhv olsun. 31-ci sualda deməli dəlalət edir. Diqqət eləsək, burada dəlalət etmək, yəni etmə eləmək olmaq quruluş və mürəkkəb feildir və orada dəlalət edir. Zaman şəkilçisi olduğuna görə bu xəbər şəklidir. Xəbər şəklində olan feildir. Deməli, xəbərin ifadə vasitəsi xəbər şəklində olan feildir, quruluş və mürəkkəbdir. 31-də B. 32-ci sualda biraz yəni vaxt aparan sualdır bu, diqqət tələb eləyir. Uşaq canlı sözündə q'dan sonra c gəldiyinə görə x-dır. Canlı sözündə də l-n-ya çevriləcəyinə görə iki dənə fərqli məqam var burada. Açıq-aşkarda q'dan sonra sait gəlib x olacaq. Aşkarda da k-ya çevriləcək. İndi burada nəyə diqqət edirik? Klaster tamamlaya bilməsi, yəni yanlışları seçməliyik. Diqqət eləyək, x samitinin kar qarşılığı birinci sözdə var, ikincidə yoxdur. Ona görə 2 səhvdir. Sonra diqqət eləyək, 3-ə baxaq. Açıq saytdan sayı, qapalı saytdan sayından çoxdur. Birinci sözdə 2 dənə A açıqdır, o birlərsə qapalıdır. Ona görə burada bərabər olacağına görə 3 də səhvdir, 2, 3. Bir də 6-ya baxaq, kar qarşılığı olan bir samit işlənib. Birinci sözdə Q'nın daha doğrusu Q, X kimi olduğuna görə orada deməli kar var qarşılığı, yəni belə deyim də G-nin qarşılığı X-dır. Yəni bu kar samiti belə deyim daha doğrusu. C və N bir də L. Bunlar isə L-N-ya çevrildiyinə görə daha doğrusu C bir də 2 dənə N. Bunlar isə cingiltilidir. Və burada C-nin kar qarşılığı var. C. İndi gələk o biri sözə baxaq. Açıq-aşkar sözündə q-ğ-ya çevrildiyinə görə q-x bulan qarşılığı var. Aşkar sözündə də k-g-ya çevrildiyinə görə g-k bulan da qarşılığı var. Ona görə də kar qarşılığı olan bir samit işlənin variantı səhv olduğuna görə 2, 3, 6 olacaq. Gəldik nəyə? 33-də mürəkkəb addır. Novruz bayramı burada mürəkkəb adlar ayrı yazılır və burada fikir verir Novruz böyüklə yazılıb A variantı. 34-cü sualda diqqət eləsək birbaşa cavabı deyim. Deyir hamısı xəbər şəklindədir. Təsriflənən feillərin D variantına baxaq. Burada gərək öyrədə idin yıxılmamağı. Burada arzu şəkli A, öyrədə idin. D burada idi. Yəni o cür düşünə bilərik. Ona görə də hissəci idi bu. Yəni arzu şəklini artırılan hissəci idi. Ona görə xəbər şəkli yox, arzu şəklindədir. 35-də diqqət eləyək. 35-ci sualda bəli dedi. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Bəli burada v-dır, vasitəsizdir. Yəni ağızdan çıxan sözlər v-landır. V-mı olacağına görə C variantı burada 35-də C olacaq. 36-da feili sifət tərkibi işlənib. Həstə süzən qartal. Hansı qartal? Bu feili sifət tərkibidir. Məsələn, A niyə olmaz? Oxuyan məqsədinə çatar. Kim? Bir dənə sözdür, oxuyan. Və yaxud da D niyə olmaz? Asif məktubu qatlayıb zərfə qoydu. Hansı məktubu? Yazılmış məktubu. Yəni, burada yazılmış tərkib yaratmayıb. Ona görə də A həstə süzən variantı doğrudur. Gəldik 37-yə. Burada tərz hərəkət zərfi təsrifə mənfiyyələ aid olduğu nümunə deyir. Diqqət eləyək. Deməli, çiyin-çiyinə döyüşmək, necə döyüşmək? Çiyin-çiyinə, bu, belə deyim, tərz bildirir, tərz hərəkət. Döyüşdüyü də dıq feili sifətdir. Düyü, döyüşdüyü. 5-də iftixarla zərf, danışan feili sifət. 6-da dilucu zərf, təşəkkür edib, təşəkkür edərək, feili bağlama. 4, 5, 6. 38-də nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Nə etdim, aldım, nəyi aldım şəhadətnaməmi? Haradan, gimnaziyadan, yəni zərfli tamamlıq xəbər. Bir də hərbi xidməti başa vurduqdan sonra nə vaxt, nə zaman? Bu da bir yerdə zərfli olacağına görə 2 zərfli tamamlıq xəbər. A variantı. 39-da biraz vaxt aparan sualdır. Burada diqqətli olmaq lazım idi. Nitq hissərinə ifadə olunan həmci sözlər işlənmişdi. Gəncliyim, şərəfim, müqəddəratım. Yəni, bir dənə sözdür, nitq hissəsidir. O birisindən də ayı, günəşi, bunlar da nitq hissəsidir, yəni bir dənə sözdür. Ona görə bir doğrudur. Yəni, nitq hissəsində ifadə olunan həmci sözlər hər ikisində var. Sonra diqqət eləyib, baş sözlərdən birinin həmcisliyi var. Birinci cümlədə gəncliyim, şərəfim, müqəddəratım mübtədadır. Amma o birisində xəbər. Məsəl üçün, qayıt, sahmana sal bu kainatı. Sən qayıt, sən sahmana sal. 1-2 doğrudur. Gəldik. 2 fərqli cümlə üzvü həmcinsdir. Burada ayı, günəşi, bir də
qayıt sahmana sal. Yəni tamamlıqla xəbər həmcinsdir. 1, 2, yəni yalnız birinə aiddir də. Birinci cümlədə mübtədanın həmcinsliyi vardı, amma ikinci cümlədə tamamlıqla xəbərim. Ona görə 4-ü yalnız birinə aid olduğuna görə götürürük. 1, 2, 4. Bir də 6-ya baxaq. Həmcins tamamlıqla işlənmişdir. Bəli, ayı, günəşi. Bu da həmcinsdir. 1, 2, 4, 6. Cavab burada B variantı. Gəldik 40-a. Oxşarlıq, oxşamaqdan oxşar, oxşarlıq, bərk, bərki, bərkit. Məsələn, o birlər niyə olmur? Bir dənə tez deyim. Tutaq ki, işlətdikcə, dıqca orada qrammatikdir, feili bağlama. Dahiyanə sözündə yanə bir dənə şəkilçidir. Genəldir sözündə gen, genəlmək, genəltmək. 2 dənə leksik, ir, zamandır. Orada d, yəni t dərsində genəlt, genəldir. Peşəkarcasına da, bəli, 2 dənə leksik var, amma küskündür sözündə dır xəbərli şəkilçisi olduğuna görə qrammatikdir. Bizdən isə 2 leksiki soruşur. Cavab Y variantı. Belə dəyərli abituriyentlər, hamısını sürətli bir şəkildə izah etdim. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İnşallah birazdan mətnlərin də izahını yerləşdirəcəm. Təşəkkürlər.